Hörmətli xanım sədr, hörmətli millət vəkilləri, hörmətli sahibə xanım, mən də sizin bu yanaşmanıza qoşuluram və hesab edirəm ki, çox önəmli bir qanun layihəsinin müzakirəsindən söhbət gedir. Vaxtilə bu parlamentdə çıxış eləyərkən mən bir məsələ, bir ifadə işlətmişdim. Demişdim ki, gəlin biz ayrıca bir nazirlik yaradaq, problemlərin həlli nazirliyi. Çünki ayrı-ayrı nazirliklər, dövlət komitələri arasında səma rəqsində olduğu kimi dövr eləyən Azərbaycan vətəndaşının bir çox hallarda elementar bir məsələləri həll etmədə nə qədər vaxt itirdiyinin şahidi idik. Amma ölkə prezidentinin təşəbbüsü ilə asan xidmət modelinin yaranmasından sonra Azərbaycanda mən deyərdim ki, bəlkə vətəndaş məmnunluğunun ən yüksək səviyyədə təmin olunduğu bir mexanizmi əldə elədik. Və bu model Azərbaycan vətəndaşını süründürməçilikdən, bürokratik əngəllərdən, bəzən də korrupsiya və başqa elementlərin zərbəsindən xilas elədi. Bu gün artıq bir adi bir vətəndaş demək, vəziyyəti haqlarını almaq, pasport almaq, hansısa bir şəkildə bir mülkiyyət sənədini əldə eləmək artıq hansısa bir idarənin qapısında saatlarla, günlərlə gözləməyə ehtiyac duyulmadığını göstərir. Və bu model həm də onu göstərir ki, eyni adla, məsələn, var asan xidmət də 4 hərfdən ibarətdir, tutaq ki, ayna da 4 hərfdən ibarətdir. Amma bu 4 hərf məsələsi məmnunluq baxımından həmişə asan xidmətə cəmiyyətin nə qədər üstünlük verdiyi, istədiyi bilgini oradan ala bildiyi və istədiyi məsələdə də dərhal tənqidi yanaşılan, şikayət edilən məsələlərə dərhal sorğulara cavab verildiyi bir qurumla üzləşirsən. Amma digər qurumlarda bir çox hallarda bunu görə bilmirsən. O baxımdan da mən düşünürəm ki, bu qanun bu sahədə həm də belə bir modelin daha genişlənməsinə, fəaliyyətinin daha da güclənməsinə xidmət eləyəcəkdir. Burada mənim fikrimcə bütövlükdə asan xidmət indeksi məsələsinin qoyulması yaxşı bir haldır. Amma bunu biz bəlkə bir hansısa bir qurumun adı ilə əlaqələndirmədən elə dövlət xidmət indeksi bir formatı təqdim eləsək, məncə daha yaxşı olar. Çünki onun içində asan xidmət modelinin özü də yer ala bilər. Çünki burada ümumləşmiş bir ifadənin qanunda yer alması daha doğru olar. Asan xidmət indeksi də bu dövlət xidmətinin ən vacib elementlərindən biri kimi sayıla bilər. Burada Aydın müəllimin dediyi başqa meyarları da bu termin özündə əhatə edə bilər. Və bu qurumda hesab edirəm ki, vətəndaşlara həm fiziki, həm elektron xidmətin göstərilməsi olduqca önəmlidir və elektron hökumətin pasiv formada bugün bir çox hallarda nəzərimizə çarpdığını gördüyümüz halda asan xidmət modelinin elektron hökuməti də canlandırdığını görürük. Çünki rəqəmsal bazanın yaradılması, informasiyaların dövlət orqanından vətəndaşın iştirakı olmadan alınıb vətəndaşa ötürülməsi olduqca önəmlidir. Yəni, bir mülkiyyət kağızı üçün 4-5 sənəd lazımdırsa, artıq vətəndaş 4-5 quruma getmədən bunu rahatca əldə eləyə bilirsə, bu həm də bir rəqəmsal texnologiyanın da inkişafına kömək eləyəcəkdir. Digər tərəfdən, hətta mən sizə bir şey deyim ki, bugün asan radio modeli var, xidmət göstərir. Azərbaycanda bəlkə də ən böyük maarifçilik işi görən bu qurumdur. Bu radiodur, bu media qurumudur. Yəni, bu bütün həm vətəndaşların müxtəlif hüquqi bilgiləndirilməsini təmin edir, həm də vətəndaşlara hansı formada öz hüquqlarını qorumaq, öz vəzifələrini həyata keçirmək barədə də kifayət qədər hüquqi yardım göstərir. Yəni, bu cür qurumlar ölkə prezidentinin dəstəyi ilə, təşəbbüsü ilə yaranır. Amma burada sadəcə əsas məsələ vicdan məsələsidir. Əsas məsələ vətəndaşa xidmət etmə niyyətidir. Kim ki bu niyyəti daşıyırsa, inanın ki, orada heç bir problem qalmır. Kim ki bu niyyəti daşımırsa, kim ki bu məsuliyyəti anlamırsa, bir məmur məsuliyyətinin özünün cavabdehliyini özündə hiss eləmirsə, onda bu sahələrdə də demək, müəyyən boşluqlar, müəyyən problemlərin həll olunmamasının şahidi oluruq. Ona görə də biz bu istiqamətdə qanunvericiliklə bu məsələdə dəstək verməyimiz olduqca önəmlidir. Mən bu qanun layihəsinə səs verəcəyəm və hesab edirəm ki, bu sahəyə bütövlükdə qanunvericilik səviyyəsinə dəstək onların işlərini də xeyli irəliyə aparacaqdır. Diqqətinizə görə sağ olun.